hər birimizin, hər kəsin borcudur ki, Azərbaycanın, necə deyərlər, kiçik bir kəndinin, kiçik bir məhəlləsinin mübahisəsini aparsın. Dədələrimiz, babalarımız, nənələrimiz öz doğulduğu evdən ötürü mübarizə aparırlar. Biz o boyda mahalları qoyub gələ bilməzdik, qoyub gəlməmişik. Bizi zorla çıxarıblar. Elmi kitablarına, xəritələrlə, arxiv materialları ilə sübuta yetiririk ki, biz o torpaqlar bizimdir. Biz o torpaqlara qayıdacağıq. Dərələyəz, Göyçə, İrəvan, digər 22 mahal, şəhər, kənd və onların içində də məxsusi Şırnıxı kəndi. Mən əminəm ki, bu belə də olacaqdır. Biz dönəcəyik o torpaqlara. Biz onu unutmamışıq. O Şırnıxı bizim qəlbimizdədir, ruhumuzdadır, canımızdadır, beynimizdədir. Biz necə unuda bilərik? Biz öz yurdumuzu sevirik və daha çox sevirik. Ona görə də biz o torpaqlara qayıtmağımız labüddür. Xalqın istəyi, dövlət rəhbərinin dəstəyi yetərlidir.